Salamlar. Deməli, baxırıq mübtədə xəbər uzlaşmasından 33-cü sınağın suallarına. Biz bilirik ki, mübtədə və xəbər uzlaşması dedikdə, mübtədə və xəbərin kəmiyyət və şəxs baxımından uzlaşması deməkdir. Yəni, mübtədə neçənci şəxsdədirsə, xəbər həmin şəxsdə olmalıdır. Kəmiyyət deyəndə də tək və cəm deməkdir. Mübtədə təkdirsə, xəbər tək, mübtədə cəmdirsə, xəbər cəm olmalıdır. Sadəcə bəzi istisnalar var ki, onları da biz əzbərləməliyik. Birinci suala baxıram. Mən birinci sualda belə uzun bir ifadə görürəm və burada 10 söz önüsü görürəm. Söz önü demişdim ki, cümlədə köməkçilik hissəsinə oxşayan, Azərbaycan dilində olmayan və müəyyən sözlərin, söz birləşmələrinin qarşısında işləyən ifadələrdir. Və bu söz önlərin olan deməli mübtədələrdə biz söz öndən əvvəlki hissəyə baxmalıyıq. Sözündən əvvəlki hissəmizdə pens var, qələmlər deməkdir və yəni sonuna s şəkilçisi götürməklə cəmlənən isimdir. Bu isim cəmdə olduğu üçün biz xəbəri də cəmdə yazmalıyıq. Cəm xəbərimiz isə burada olacaq, deməli, elə B variantında. Çünki digər hər bir xəbərin sonunda s var və sonunda s olan xəbərlər üçüncü şəxsin təkindədir. Lakin ismin sonunda s, ismin cəm olduğunu göstərir. Cümlənin tərcüməsi olacaq ki, müəllim partasının üstündəki qələmlər mənimkidir. Keçdim ikinci suala. Yenə burada with söz önüsü görürəm. With söz önüsü ilə lalə deməkdir. İlə lalə. Bu şəkildə yəni tərcümə olunur. Və ondan əvvəlki cümləyə baxıram, daha doğrusu sözə baxıram. The boy, təkdədir. Tək xəbərim olacaq A variantı da. Çünki were, have been, are, were not hər biri cəm xəbəridir. Cəm isimlərlə işlənir. Keçdim üçüncüyə in söz önüsü görürəm. Deməli, parking, yəni maşınları saxladığımız yer deməkdir də. Həmin o del parkingdə olan maşınlar çox çirklidir və ya çirkli idi, hər necəsə. Cars cəmdədir. Mən baxıram ki, burada is təkdir, was təkdir, has been təkdir. Cavab ya A ola bilər, çünki will təklə də işlənir, cəmlə də. Ya da A da ola bilər. Lakin yadınızda qalsın ki, deməli, will özü şəkilçidir. Yəni, will'in tərcüməsi acaq əcəkdir. Biz will'dən sonra feil yazmamış will'i istifadə edə bilmərik. Yəni, burada misal üçün will be olsaydı, düz olardı. Be olmaq deməkdir də, to be. Cümlədə də biz feilləri yazanda to hissəsini atırıq. To orada maqmək şəkilçisidir, olmaq. To natanda bu ol deməkdir. Olur, ol deməkdir, belə deyək. Və şəxslər üzrə dəyişəndə də bunun, daha doğrusu zamanlar üzrə. Will gələcək zamanıdır. Lakin will burada acaq əcək şəkilçisi olduğu üçün biz be feilində bura yazmalıyıq. Buna görə də deməli, olacaq cavab C variantı, yəni ar. Dördüncü sualla davam edirəm. Dördüncü sualda mən iki ismi yanaşı görürəm. Dəri ayaqqabılar. İki isim yanaşı gəlibsə, arada heç bir söz önü yoxdursa, əsas isim ikinci isimdir. İsmin sonunda S var. Shoes, ayaqqabıları deməkdir, cəmdədir. Və mən burada cəm xəbəri seçməliyəm. Cəm xəbərim olacaq are, will be, gördüyünüz kimi burada birini yazıb və were. Yəni 2, 3, 5, D variantı. Beşinci suala baxıram, yenə iki isim görürəm. İkinci ismim cəmdədir. Will be həm təkə aiddir, həm cəmə. Amma be hər zaman olmalıdır. Çünki bir daha qeyd edirəm ki, will özü şəkilçidir, acaq, əcək. Mən onu təkcə yazıb, sonra arxasınca hansısa bir sifət, isim yaza bilmərəm. Yəni, misal üçün, Azərbaycanla deyirəm ki, mən sabah məktəbə gedəcəm. Orada getmək feili var. Burada da olacaq və yaxud be olmasın olsun elə will go, gedəcək. Yəni, willdən sonra uzun sözün qısası bir xəbər funksiyasında söz gəlməlidir, feil gəlməlidir, hərəkət bildən söz gəlməlidir. Cəmdədir deyə are və təbii ki də were. E variantı olacaq. Bir də həmişə başlığına baxın ki, düzgün variantı istəyir, yoxsa səhv. İndi bura baxıram. Apostrof, daha doğrusu S apostrof görürəm. Bilirəm ki, bu deməli, ismin yəli çaldı. İsmin yəli çalında mənim ikinci sözüm əsasdır. Bu qızların saçı. Saç da bilirik ki, sayılmır. Heyə saç mənasında sayılmır, amma tük mənasında sayılır. Heyəs deyə bilərik. Amma saçımız mənasında sayılmır deyə, yəni qızlar belə olsa, hərəsinin öz saçı var. Biz demişdik axı, bədən üzvləri hərəsinə tək-tək aid olanda cəmlənir. Məsələn, qollar, ayaqlar,
ola bilər qulaqlar, yəni hər bir bədən üzvü fərqi yoxdur. Amma saç sayılmır, yeganə bədən üzvüdür ki, onu biz cəmlədə bilmərik. Bu da təkdə olduğu üçün sayılmayan isim axı hər zaman təkdədir, cəmlənmir. Cavabımız olacaq 1-2 D variantı. 7-ci sualda yenə mən bedroom ifadəsinə baxıram, çünki yerli kağıtdan sonra ikinci sözüm əsasdır. Bedroom təkdədir. Uşaqların yataq otağı. Tək xəbərim sonu S ilə bitməlidir. Is və has been. 8-ci sualda and bağlayıcısı görürəm. Bununla bağlı bizim qaydamız belə idi. And və deməkdir. Ən azı 2, hətta 2-dən də çox sözü birləşdirir. Burada 1-dən yuxarıdır deyə say. 2, 3. Tea and sugar. Çay və qənd. Xəbərim cəm olmalıdır. Bir dənə istisna var idi ki, dırnaq işarəsi içərisində yazılsa, məsələn, Tom and Jerry, Romeo and Juliet. Orada əsər adıdır, cizgi film adıdır, nə bilim, serial adıdır misal üçün. O zaman o təkdə olacaq. Çünki mən orada bir sözdən danışıram. Ayrı-ayrı iki adamdan, iki personajdan danışmıram. Amma burada ayrı-ayrı iki sözdən danışıram. Çay və qənd. Xəbərim cəm olmalıdır. Yenə burada bir qoyub mənə çaşdırıblar. Bir də have been veriblər. Yadınızda qalsın. Will'dən sonra BC mütləq olmalıdır. Burada feil var. Feilin sonunda ed var. Bu feil deməli feilin üçüncü formasıdır. Qaydalı feildə biz demişdik ki, feilin ikinci və üçüncü forması ilə ed şəkilçisi ilə düzəlir. Və burada will-dən sonra bir işlətməliyik. Bunun səbəbi odur ki, məhsul növdür. Məhsul növdə gələcək zamanda həmişə will be üstə gəlsin, feilin üçüncü forması olmalıdır. Feilin birinci forması tursuz məstərdir. Misal üçün go, come, buy, ask və s. Feilin ikinci forması qaydalıdırsa eddir. Üçüncü formalıdırsa qaydalıdırsa da eddir. Qaydasızdırsa da kökündən dəyişirsə də, misal üçün elə go feili kökündən dəyişir. Went bunun keçmiş sadə zamanıdır. Üçüncü forma isə bitmiş zamandır, gone. Yəni bunu biz əzbərləməliyik. Burada da artıq sözün üçüncü forması mənə veribdir. Mən də avtomatik baxıram ki, bu məhculdur. Məhculda da mənə burada will-in B-si çatmır deyə çıxıram. Digərlər də S-ə görə tək xəbərdir. Cavab qaldı E variantı. Sadəcə biz bunu sizlə məhculda deməmişik. Çünki 9-cu sinifdə indiki bitmiş zaman məhculu düşmür. Yəni amma have been, have ümumiyyətlə cəmdədir. Yəni orada bin bizi çox da rahat etməsin. Yenə of var. Of nədir özü? Onsuz da söz önüdür. Mən də söz öndən əvvələ baxmalıyam. Reports cəmdədir. İsmin sonunda S var. Düzdürmü? Cəmdə will be, bir də were. Cavab olacaq düzgün variant E-də. İki isim görürəm. Baxın, qarşısına onsuz da artıq artiklı yazıbdır. Yəni bu təkdədir. Oyuncaq fabriki. İkinci ismim əsasdır. Çünki arada heç bir söz önü yoxdur. İkinci ismim təkdədir. Təkdə has been, was, will be. About söz önüdür. Oğlan və onun iti haqqında hekayə. Söz öndən əvvələ baxıram. Was təkdə, story təkdədir. Will be təkdə, elə A olacaq. Will be həm tək, həm cəmdir. Furniture shops. Furniture mebel deməkdir, sayılmır. Lakin bir daha qeyd edirəm ki, iki isim yanaşı gəldikdə mənim əsas ismim ikincidir. Əsas isim nəyə deyirik? Yəni mən xəbəri ona görə təyin edirəm. Birinci isimdə oynamır. Heç bir vacibliyi yoxdur. Bu əsasdır. Cəmdədir, düzdürmü? Mebel mağazaları, shops. Olacaq have been və are. A variantında. Yenə mən of görürəm. Ofdan əvvələ baxmalıyam ki, məktublar cəmdədir. Are, were. Cavab olacaq elə A variantında. Cəmdə. Of görürəm. Ofdan əvvələ baxıram. Cəmdədir. Cəm xəbərim were, are. Çünki sonu S-lə bitən xəbərlərimiz təkdədir. Aha, gəldik maraqlı suala. Kompüter oyunları oynamaq. Bu məsəl tərkibidir. Azərbaycan dilində biz necə deyirik? Misal üçün, oxumaq faydalı vərdişdir. Deyirik ki, vərdişdir də. Vərdişdirlər demirik ki, təkdə deyirik. Düzdürmü? Burada da yadımızda qalsın ki, cümləmiz ing ilə başlayırsa, onun xəbəri təkdədir. Burada da mənim tək xəbərim sadəcə daha sonra burada özü səhv veribdir. İz yazıbdır bura. Elə izdir D variantında səhvlik olubdur. Bura özü veribdir. Aha. 16-cı suala baxıram. İki ismim var. İkinci isim cəmdir. Sonundakı S-dən bilirəm ki, cəmdir.
Bizim sonunda S olub tək olan ismimiz news idi, xəbərlər deməkdir, amma sayılmırdı. Sonunda S olsa da. Daha sonra oyun adları var idi, sayılmırdı. Misal üçün chess, şahmat. Bu şəkildə yəni. Amma digər məsələn fənn adları var. Məsələn riyaziyyat, məs sayılmır. Nə olsun sonunda S var. Amma qalan istisna olmayan isimlərin cəmi S ilə düzəlir. İnformasiya, yəni məlumat mərkəzləri cəmdədir. Are, were, will be. E variantı olacaq. Ofdan əvvələ baxıram, təkdədir. Kolleksiya təkdədir də. Is və was A variantı olacaq. Nə olsun ki cəmdədir? Mənim cümləm ing ilə başlayıb. Marka toplamaq. Burada əsas söz budur. Məsdər tərkibidir. Biz Azərbaycan ilə deyirik, məsdər fe'li, sifət, fe'li bağlama özündən əvvəl gələn sözləri götürür tərkibinə, bir dənə tərkib yaradır orada. Özünə tabe edir. Bu da elədir də, toplamaq əsas gedir. Xəbərim də təkdə. Hə, indi burada bir nüans var ki, ago var. Yəni, çox illər əvvəl. Ago, keçmiş sadə zaman zərfidir. Mən burada was-la həzin arasında qala bilərəm ki, ikisi tək xəbərdir, amma həzbin indiki bitmiş zamanın deməli xəbəridir. Mən burada was yazmalıyam. Keçmiş sadə zaman, to be-nin keçmişi. Çünki cümləmdə keçmiş sadə zamanın zaman zərfi var. Baxın, news sayılmır. Amma nə olsun? Programs cəmdədir. Cavab olacaq ilə 3, 4, 5, B variantı. A number of demişəm. Mübtədası cəm, xəbəri cəm. Were və have been olacaq D variantı. 21-ci sualda apostrof S-dən sonraya baxıram. Mənim ismim cəmdədir. Çox rahat bir şəkildə ardından were yazacağam. And var, dırnaq falan da yoxdur ki, bacım və mən 2 nəfərik cəmdədir. Əmi qoyanmaram. Bu zaten təkcə A ilə işlənir. Bu da təkdir, bu da təkdir. Qaldı elə 1, 5. Apostrof S-dən sonraya baxıram, cəm isimdir. Cəm xəbərim 2, 3 olacaq. Ofdan əvvələ baxıram, cəmdir. Bu sifətdir, müxtəlif hissələr, maşının müxtəlif hissələri. Were, have been 3, 5 olacaq. Yenə qardaşım və mən 2 nəfərik. Bunu çıx, bunu çıx, bunu da çıx. Yerdə qaldı nə? 3, 5. About var sözünü, sözündən əvvələ bax. Film təkdədir. Olacaq 2 və 3. Deyir, heyvanlar haqqında film maraqlıydı. Baxın, nə maraqlıydı? Film. Mənim mübtədam filmdir. Mübtədə xəbər uzlaşmasıdır da. Bu o qədər yazsın ki, heyvanlar cəmdə. Mənə dəxlisi yoxdur onun. Keçdim bura. Sözünü gördüm. Sözündən əvvələ cəm isim yazıbdı yenə. Baxıram, hardasan? Cəm xəbər buradadır. Qalan hamısında S var. Xəbər təkdir. Niyə? Yenə sözünüdür. Yaxında deməkdir. Yaxınlıqda. Yanında və yaxud da. Yəni, çayın yaxınlığındakı ev bahalıdır. Evlər cəmdədir. Yenə vilin bilisi yoxdur. Mənim cavabım ad qaldı. Pambıq köynəklər cəmdədir. İkinci ismim 1, 2, 3 olacaq. Çünki vilin bilisi var. Deməli, kağız çantalar cəmdədir. 1, 2, 5 olacaq. Çünki was və has sonunda S olanlar tək xəbərlərdir. A box of chocolates. Şokoladlar qutusu. Baxın, bir qutudan söhbət gedir. Bir qutudan, ofdan əvvəlki. Was və is tək xəbərlər. Romanın səhifələri. Roman nə olsun ki, bir dənə romandır. Bunun səhifələri cəmdədir axı, çoxdur. Were və have been olacaq. B variantı. Hər il 9-a bu mövzu düşür və ən asan formada düşür. Onsuz da asan mövzudur. Baxın, coğrafiya haqqında dərslər. Coğrafiya mənə maraqlı deyil. Mənə maraqlı olan dərslərdir, cəmdədir. Baxırıq variantlara. Biraz da zəkanız, taktikanız olsun ki, hamısı tək xəbərdir. Də mən bunu qoysam, bunu da qoyaram da. Ta nə fərqi qaldı? Vozu qoysam, izi də qoyaram da. Misal üçün, zaman, bax, bayaq misal üçün zamana görə seçdi. O da ego var idi. Amma mənə elə qəşəng ipucu veribdi ki, hamısına S yazıbdı, bir dənə burada cəm yazıb. Deməli, elə onsuz da cavab budur. Yenə nəyə baxıram? ING-yə. Xarici dilləri öyrənmək. Öyrənmək təkdədir. İz. Daha sonra keçirəm 9-cuya. Yenə shops cəmdədir. Have been və were olacaq. A variantını seçirəm. Uşaqların səsi. Noise səs-küydür. Deyək, səsi. Aha, təkdədir. Olacaq was, is. E variantı. Aktyorun filmləri.
Yəlik haldan sonraki sözə baxırıq. Apostrof S-dən sonraki sözə baxırıq. Aktyorun filmləri çoxdur da, cəmdədir bunlar. Mən nə bilim bu neçə film çəkibdir, 15 çəkib, 35 çəkibdir. And, it və pişik, 2 dənə heyvandır, cəmdədir. Adla vödü götürdüm qəşəkcə. Yağ və su yenə cəmdədir. 1 ilə 4-ü elə buradan götürdüm. Bir də 2-ni də götürək. Bizim xəttinə dəyməyək, cəmdədir. Eyni sual salba təkrar. İkinci ismim cəmdədir. Will be, word, are. E variantı olacaq. Cattle malqara deməkdir. Malqara. Malqara toplu isimdir. Malqaranın içində heyvanlar çoxdur axı. Cəmdədir yenə. Amma yenə zamana baxmalıyam. Bu tərəfdə ed var. Bu keçmiş sadə zamandır. Biz when bağlayıcısını demişdik. Misal üçün, mən gələndə o yazı yazırdı. When'ə demişdik. Hər iki tərəfi past simple olur. Yəni keçmiş sadə zaman. Bu da artıq mən ad qoyanmaram. Bu indikidir. Is təkdir, has təkdir, was təkdir. Cavab qaldı word. A variantı. Yenə xəbər proqramları eyni suallardır çoxu. Cəmdədir. Are, word, will be. 3, 4, 5. 2 nəfərdir. Dırnaq yoxdur. 2 ayrı insandır. 2 nəfərdir. Cəmdədir. Will clean olar. Have olar. Deməli, 2, 4 harda var. Ya da, ya D-də. 3-ü mən götürə bilmərəm. Feilin sonunda S var. Təkdir. Təkdir bu. Amma 5-i götürə bilərəm. 1-i götürə bilmirəm. Has var. Təkdir. 5-də keçmiş zamandadır. Keçmiş zamanda təkdə də cəmdə də dəyişmir. Elə eddirsə hamısında ed olur. 18-də ikinci sözüm əsasdır. Təkdədir, center, mərkəz. Was, has been, will be. 3, 4, 5 C variantı olacaq. Students cəmdədir. Xəbərim cəmdədir, düzdür. Someone. Bir kimsə. Törəmədir someone. Törəmə nəyi deyirik? Yəni, some əvəzliyindən someone söz yaranıbdır. Bu törəmədir də. Yəni, sözdən söz yaranıb, belə deyək qısaca. Bunun xəbəri həz olmalıdır, bir kimsə. Bu təkdədir. A number of-un mübtədası cəm, questions. Xəbəri də cəm, word. Bir dəqiqə, amma 1, 3 were asked. 2 səhvdir onsuzda. Are invited. James and Julia. Bir dənə baxaq. All the students are present today. Burada nəsə bir səhvlik var. Bəlkə burada adı səhv edibdir. Present yazılır xəbərə görə. Burada bu suala baxacağım. 20-ci suala gəlin baxaq. A number of-dan sonra cəm sim. Burada was yox, were olmalıydı. Xəbər cəmdə. Turist cəmdə, have cəmdə. Yəni a number of-un özündən sonra gələn mübtədədir. Xəbəri də cəm olmalıdır. Amma the number of demişdim ki, sayı deməkdir. Burada number sözü əsasdır. Of-dan əvvəlki. Mənim ismim cəmdə olmalıdır. Çünki mən içindən seçirəm də səhvlərin sayı. Amma xəbərim tək olmalıdır. Bu 2-3-dür. Burada xəbəri cəm verib deyə səhvdir. Someone xəbər təkdir, is, düzdür. A number of mübtədə cəmdir, xəbər cəm olmalıdır. Çünki a number of bir çox, bir sıra deməkdir. Some food, food sayılmır, was olmalıydı. Bu düzdür. Burada S bizi çaşdırmasın, bunu deməmişəm, bəlkə də. Amma məsafə bildirən sözlər var ki, misal üçün 3 kiloqram ola bilər, kilograms yəni, nə bilim, 5 metr ola bilər. O məsafə salmayan kimi gedir. Yəni, xəbəri tək götürür. 1-4 olacaq ona görə də, düzdür. 22-də İngilis dilindən söhbət gedir. Dil təkdədir, is. Düzdür. Ar cəmdə olmaz. Burada isə İngilis millətindən söhbət gedir. The English, yəni ingilislər, xalqdır. Xəbər cəmdir, düzdür. Is olmaz. Çünki millət cəmdədir. Qabağında Z var. Təkdə bir nəfər ingilis olsaydı, an Englishman olardı. Misal üçün, bir nəfər ingilis adam. Amma Z artıq cəmdədir. Between görürəm. Between arasında deməkdir. Evlərin arasındakı bağça. Söz önüdür. Söz öndən əvvəlki təkdir. Is, was, has been. 1, 2, 5. Yəlik hal.
tələbələrin ev tapşırığı onsuz da saymayan isimdir. Mən bunun xəbərini təkdə verməliyəm. Was, has been. All members of the team. Deməli, mənim xəbərim burada cəmdədir. Hansı ki, xəbərim cəmdədirsə, are, were, bir də will be olacaq. Polis cəmdədir. Sözün fe'li sonunda s olmaz. Bu təkdir. Keçmiş zamanda düzdür. Has olmaz. Bu düzdür. Bu da düzdür. İndi biz baxaq görək 19-cu sualda sınaq 34-də. Deməli, bizə cavabı nə tər veribdir 19-cu sualda? Sınaq 34-də bir dənə baxaq. Görək bunun cavabını bizə nə tər veribdir? 19-cu sualda. Sınaq 34-də. B veribdir bizə onun cavabını. Hə, mən də B-ni götürdüm. Tamam, amma James and Julia are invited to the party. Yəni burada 4 də düzdür. Burada cavab səhvdir. 1, 3, 4 olmalıdır. Çünki 2 nəfərdir də dəvət olundu. Bu qədər.